Herkesin her günü xeyirli uğurlu olsun. Mən bəzən bəzi kişi cinsi nümayəndələrinə çox təəccüb edirəm. Belələrlə hər yanda rastlaşmaq olar. Yəni, mütləq tanış olmaq mütləq deyil. Baxırsan, 3 dal 5 sacağın yoxdur bu adamla. Heç bir yaxınçılığın yoxdur. Yaxından uzaqdan əlaqən yoxdur. Amma bu adam niyəsə özündə ixtiyar tapır, niyəsə icazə tapır, niyəsə elə hesab edir ki, fikir bildirə bilər və səni şəxsən tanımadığı halda, sən heç bəzən də adını bilmədiyi halda gülməli, yəni cəfəng şeylər deyir. Məsələn, səni tanımır, amma sənin şəxsi inboxuna yazır ki, sən niyə silikon qoydurmursan? Bəlkə daha gözəl olarsan. Niyə bu onu maraqlandırsın ki? Yad adamdır. Yaxud da ki, deyir, niyə bir çox qızlar kimi siz makyaj etmirsiniz gündəlik? Niyə bir kişi cinsi nümayəndəsini bu maraqlandırmalıdır? Okeysə, mən gözəl görmək istəyirsənsə, bu əladır, amma bəlkə mən özümü gözəl görmək istəmirəm. Öz çirkinliyimlə kifayətlənirəm. Yaxud da ki, mən belə halına da rastlaşmışdım, adam dırnağa baxıb deyir ki, niyə çox qızlar kimi manikür elətdirmirsən? Halbuki, tez-tez manikür etdirmək dırnağın özünə ziyandır. Eləcə makyajda, yəni nəzərə alsaq ki, kimyəvi tərkiblər. Amma hər şey bir qırağa qoyuram. Silikon deyən qələt edib başını daşdan daşa döyür sözsüz. Amma digər iki makyaj və manikür məsələsinə gəlincəsə, bir şey başa düşmək lazımdır ki, manikür özü ucuz manikürdən söhbət getmir. Keyfiyyətli manikür kifayət qədər bahadır. Makyaj vasitələri də əgər keyfiyyətli, normal makyaj vasitələrindən söhbət gedirsə, yaxud da kiməsə elətdirməkdən söhbət gedirsə, üstünə əlavə pul. Yəni, bu kifayət qədər böyük məbləğdir. Mənim istəyim və mənim pulum yoxdursa, mən bunu elətdirmirəm. Sənin istəyin varsa, o zaman əlin cibində olsun. Yox, o zaman incimə. Sən bu haqda danışmağın yersizdir. Uğurlar. Bye.